Bizə verilib karbon və maqneziumdur və kütlələri M, yəni eyni götürüb. Tam yanmasının oksidin kütləsi karbonda A-dır, maqneziumda A çıxılsın 24 və M-i müəyyən elə deyir. Gəlin baxaq. Karbon yananda alınır karbon qazı. Maqnezium yananda alınır maqnezium oksid. Burada da əmsallaşdıracağım. 2, 2. Deməli, gəlin baxaq. Belə götürək də. Normalda burada 2 vurulsun. 2 vurulsun 24. Yəni 48 qram maqnezium reaksiyaya girəndə buradan 2 vurulsun 80 qram oksid alınır. Yəni 24-dən 16, 40, 80 qram. Bunda 48 eləmək üçün şərti bunu da 4 mol, bunda 4 mol götürək. Burada da nə olacaq? 4 vurulsun 12. Yəni 48 qram bundan eynidir deyə götürdüm. Buradan da 44 vurulsun 4. Yəni 176 qram. Deməli, burada fərqə baxaq. 176-dan gəlin 80-ı çıxaq. Buradan da çıxanda 6, burada neçə eləyir? 96. Yəni, hərəsindən 48 götürəndə 96 qram fərq varsa 24-də x-dır. Buradan da x-m'dir, yəni daha doğrusu. Buradan da m-i tapanda buradan bura ixtisar gedəcək 4-ə, 48-də 4-ə 12. Cavabımız 12.